Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Asan İnnovasiya İnkişaf Mərkəzi olaraq ikinci canlımızda hər birinizi xoş gördük. Bugün istədik nahar fasiləmizə biraz dəyər qataq, həm istirahət edək, həm də faydalanaq bir-birimizdən. Mövzumuz əslində hər biriniz üçün aktual olan, hər biriniz üçün maraqlı olan bir mövzu seçmişik. Halbuki ki, bugün biznes dünyasında rəqabət üstünlüyü təkcə texnoloji və yaxud da büdcə ilə ölçülmür. Eyni zamanda öyrənmə sürəti ilə ölçülür. Biz düşündük ki, LNC trendlərindən danışaq. Və Asan İnnovasiya İnkişaf Mərkəzi olaraq artıq 5 ildir ki, biz də çalışırıq ki, öyrənmə mədəniyyətinin formalaşmasına, bu sahədə yeni dəyərlərin yaranmasına bir dəstəyimizi göstərək və ona görə də hər zaman yeni trendləri izləyirik və görürük ki, proses çox dəyişib. Artıq dünyasında rəqabət üstünlüyü təkcə texnoloji və ya büdcə ilə ölçülmür. Eyni zamanda öyrənmə sürəti ilə. Pardon. Artıq görürük ki, klassik təlim metodları öz yerlərini daha dinamik, daha texnoloji bir üsullara ötürür və bu transformasiyanı analiz etmək üçün, buradakı kodları açmaq üçün çox dəyərli qonağımız var. Azərbaycan bazarında distribusiya liderlərindən olan Veysəloğlu Distribusiya şirkətinin LNC şöbəsinin rəhbəri Ağaməd bəy Güvənşov bizimlədir. Salam Ağaməd bəy, xoş gördük sizi. Salam Aytən xanım, hər vaxtınız xeyir. Xoş gördük. Dəyərli izləyicilərimizi salamlayıram. Çox sağ olun zərif dəvətinizə görə. Təşəkkür edirəm. Ümidvaram ki, qarşıda bizi çox maraqlı müzakirələr gözləyir və bu istiqamətdə qeyd etdiyiniz mövzuda maraqlanan şəxslərə faydalı məlumat verə biləcəyik. Mən sizə təşəkkür edirəm öz vaxtınızı, nahar fasilənizi bizimlə paylaşdığınız üçün. Gəlin o zaman Ağaməd bəy başlayaq öyrənmə mədəniyyətinin təkamülündən. Əvvəllər LNC sadəcə kadrların ixtisas artırılması kimi anlaşılırdı, yəni bir düz xətt üzrə gedirdi. Lakin bugün biz daha mürəkkəb bir ekosistemdən danışırıq. Bugün təlimlər sadəcə olaraq ixtisasın artırılması üçün deyil, həmçinin strateji bir alətdir və şirkətlər təlimə bir xərc bəndi kimi baxmırlar. Yəni burada bir əsas açarsız xərc deyil, investisiyadır, strateji investisiya kimi baxırlar. Və artıq müasir dünyada təlimin məlumatın ötürülməsi funksiyasından çıxıb, davranış dəyişikliyi üçün, strateji alətə çevrilməsi üçün müəyyən bir bəndlər var, kriteriyalar var. İstəyərdim onlardan danışasınız. Müasir təlim metodunda dəyişikliklərin, belə deyək, davranışların dəyişilməsinə təsir edən kriteriyalar hansılardır? Çox sağ olun, təşəkkürlər. Çox aktual sualdır. Elə yanaşaq öncəliklə. LND, yəni bugün öyrənmə və inkişaf insan resurslarının önəmli bir qollarından biridir. Artıq Azərbaycanda da, eləcə də qlobalda bu sadəcə insan resurslarının bir fəaliyyəti yox, oradan çıxıb artıq şirkətin önəmli bir məsələsinə çevrilir. Biz insan resurslarının tarixinə baxsaq, bu başlayır siz qeyd etdiniz, kadr inzibatçılığından artıq sənəd-sünnət işləri keçdi insan resurslarına. Bir neçə il əvvəl Dave Ulrich'in bir yanaşması var, strateji partnerlik. Artıq insan resursları strateji tərəfdaşa çevrildi. Üçüncü, demək olar ki, yenilənmə mənbəyi budur. Dördüncü də artıq insan kapitalıdır. Və maraqlı bir məlumat da sizə verim. Artıq Veysəloğlu Distribusiyada hal-hazırda İnsan resurslarının direktorluğunun adı dəyişib, təşkilat inkişaf və insan kapitalı direktorluğu. Yəni artıq bugün trendlədir və düşünürəm ki, insana kapital olaraq yanaşmaq və insanı resursdan çıxarıb kapitala çevirmək, ona bir investisiya etməyi gərəkdirir təbii ki. Bu istiqamətdə nələr var? Biz ümumiyyətlə əməkdaşı, istənilən çalışanı biz strateji bir kapital kimi düşünürük. Əgər biz əməkdaşın inkişaf etdirmiriksə, şirkətin böyümə ehtimalı yoxdur. Deməli, məşhur HP şirkəti var, yəqin ki, hamımız tanıyırıq. Onun qurucularından Dave Paxson belə bir ifadəsi var. Deyir ki, marketing departamentində buraxılmayacaq qədər mühüm bir məsələdir. Əslində, bu nəyi ifadə etmək istəyir? Yəni, qeyd edir ki, marketing sadəcə şirkətdə marketing departamentinin işi deyil. O, həm mühasibatlığının, həm maliyyənin, həm insan resurslarının, həm tədrisatın işidir. Və buradan yola çıxaraq qeyd edir ki, şirkətdə strukturlar arası əlaqə nə qədər güclüdürsə, şirkət ümumi nəticəyə o qədər sürətli çatır. Mən bunu öyrənmə və inkişafa şamil etmək istəyirəm ki, əgər öyrənmə və inkişaf şirkətdə sadəcə insan kapitalının və insan resursu direktorluğunun işi yox, şirkətin ümumi işinə çevrilsə, hər bir rəhbər öz əməkdaşını yetişdirmə məsuliyyətini daşısa, düşünürəm ki, o şirkətdə öyrənmə mədəniyyətini qurmaq mümkün olacaq.
Burada öyrənmə mədəniyyəti qurmaq üçün bəzi kriteriyalar var ki, hansı ki biz baxdığımızda şirkətdə öyrənmə mədəniyyəti olmadığını çox yaxşı bilə bilirik. Birinci məsələ nədir? Təlimlər həqiqətən təlim xəttindən mi keçilir, yoxsa biznesin məqsədlərinə xidmət edirlər? Bir çox halda biznesin məqsədinə xidmət etməyən təlimlər şirkətdə keçirilir ki, rəhbər artıq bir nöqtədən sonra qeyd edir ki, mən çox xətt çəkirəm, amma nəticə əldə etmirəm. Artıq təlim şöbəsi qalır zərbə altında. Ona görə də o həmin şirkətdə təlim LND komandası elə bir ehtiyac ortaya çıxartmalıdır ki, təlim istəyirəm, alıram kateqoriyasından çıxıb, lazımdır, alıram kateqoriyasına gəlməlidir. Yəni, mən təlimi xərc çəkirəm, o məndə hansısa davranışları dəyişməlidir. İkinci bir məsələ, şirkətdə təlim mütləq hansısa bir performansın o skills gap-i aradan qaldırmalıdır. Yəni, əgər bir bacarıq boşluğu varsa, biz təlimə ehtiyac duyuruq. Yox, əgər şirkətdə hər hansı bir komandada bacarıq boşluğu yoxdur, amma biz o komandanı təlimə göndəririksə, orada vaxt da itir, maliyyə xərci də çəkir, eyni zamanda şirkət artıq digər təlimlərə də belə deyim, pozitiv yanaşmır. Digər məsələ real iş mühiti ilə inteqrasiyadır. Ümumiyyətlə biz təlimləri on the job təlimlər olaraq, treyninglər olaraq Bəli, bəli, iş mühitinə təsir etmir. Ümumiyyətlə əməkdaşın real problemlərinə işıq tutmayan təlimlər uzun müddətli olmur və effekt də vermir. Bu baxımdan önəmlidir ki, həm performansı artırmalıdır, həm də əməkdaşların həmin davranışını, yəni real olaraq davranışını dəyişməyə maraqlı olmalıdır. Bir də öyrənmə mədəniyyətini qurmağın ən rahat yolu, birinci yolu budur ki, rəhbər mütləq bu mindsetdə olmalıdır. Yəni, istər CEO səviyyəsində, istər insan kapitalı səviyyəsində, istərsə də digər direktorlar şirkətlərdə bu səviyyədə olmalıdır ki, mən öyrənməyə ehtiyac duyuram. Mədəniyyət elə formalaşdırmaq mümkün. Elə qısa cavab vermək var. Əla, çox sağ olun. Onu doğru vurguladınız ki, yuxarıdan şəlalə prinsipi ilə bu davranışlar fərqlənir. Bəs mikro öyrənmə dediniz, individual misal ki, yerində öyrənmə və prosesin içində mikro öyrənmə alətləri də var bəzən bizim şirkətlərin daxilində. Və sizcə mikro öyrənmə nə dərəcədə effektivdir, yoxsa sadəcə bir trend? Hansı bacarıqlara mikro öyrənmə effektiv sayılır, hansı bacarıqlara isə deyil? Çox yaxşı sualdır burada. Ümumiyyətlə, mikrolearning bugün və keçmişdən, yaxın gələcəkdən və gələcəyə doğru da, biz belə deyim, bu son 3-4 ildir və gələcək 3-5 ildə də aktual olacaq bir mövzudur. Mikrolearning, qısa desək, təlim materiallarını, təlim məzmununu daha kiçik formatda insanlara çatdırmaqdır. Məsələn, bir liderlik təlimini mikrolearning olaraq çatdırmaq qeyri-mümkündür, olmalı da deyil. Məsələn, bu ola bilər onboarding, ola bilər STM, ola bilər maarifləndirmə, hansısa məsələn IT ilə bağlı. Bizim şirkətdə phishingdən bağlı məsələn bu yaxında bir e-mail gəlmişdi və 2 dəqiqəlik bir video vardı. Biz izləməliyik və phishingdən bağlı məlumatlı olmalıyıq. Bu mikrolearningdir. Bu bir mədəniyyət formalaşdırır öyrənmə. Ancaq mikrolearning tək başına yetərli deyil. Yəni onun istifadə olunduğu sahələr daha çox maarifləndirmə və qısa xülasə şəklində insanlara bir mövzunu çatdırmaqdır. Tutaq ki, hər hansı bir soyuq havalardan qorunma ola bilər. STM daxili kommunikasiyada bunu yayımlaya bilər ki, biz bunları görürük. Ancaq liderlik və ya təbii informasiya xarakterli və ya ola bilər ki, biz bir komanda quruculuğu təlimi almaq istəyirik və komandada sinerji yaratmaq istəyirik. Bu mikrolearningdən mümkün deyil. Təbii, bu in-person olmalıdır və insanlar bir-biri ilə o müzakirəyə qoşulmalıdır və rahat şəkildə məsələni detallı müzakirə etməlidir ki, anlasınlar. Mikrolearning hal-hazırda istifadə olunur. Yəni, bizlər də istifadə edirik. Sadəcə biraz daha dərin mövzulara da ehtiyac var. Yəni, mikrolearningdən çıxmaq bəzən lazımdır. Mən istəyirəm ki, biz bu yeni trendlərin adını belə indi qısa da olsa sizinlə paylaşaq və siz də fikrinizi bölüşəsiniz və hal-hazırda canlıdan bizə qoşulan iştirakçılarımıza da istəyərdim aktiv olmağı dəvət edəm ki, onlar da öz suallarını, təcrübələrini bölüşə bilərlər və kimlər ki, bir bütöv izləyə bilməyəcəklərsə bizim bu canlını mütləq daha sonra YouTube və LinkedIn səhifəmizdə baxa bilərlər. Amma hələ ki, buradadılar, öz fikirlərindən bölüşlər çox xoş olar bizim üçün. Məsələn, biz trendlərdən danışırıq, body və
mentorship trendləri də var, yəni ki, daxili öyrənmə metodlarında. Amma biraz həm də istəyərdim vurğulayam ki, biz təkcə qlobal trendlərdən danışmırıq, Azərbaycana adaptasiyasından danışırıq. Yəni dünyada bu belədir, amma Azərbaycanda bu qədər işləyir və nə vaxt işləyəcək? Niyə edək ki, işləsin? Bunlar da bizim üçün maraqlıdır. Məsəl üçün mentorshipdən danışsaq, mentorluqdan danışsaq əgər, bəs rəqabət qorxusu sizcə reallıqda nə dərəcədə mentorluğun və yaxud da bodiliyin effektivliyinə təsir edir? Ümumiyyətlə, şirkətdə yaxşı mənada rəqabət mühiti yaratmaq lazımdır. İnsanların daha yaxşı öyrənməsi və öyrənməyə daha həvəsli yanaşması üçün öyrənmə və inkişaf layihələrində təbii ki, rəqabət önəmlidir. Ümumiyyətlə, şirkətin özü rəqabətdən qorxmalı deyil. Əgər biz təlimlənməmiş, eğitimlənməmiş, belə deyək, bilik bacarıq əldə etməmiş insanlarla yola davam etsək, daha çox belə deyək, gəlir itiririk və ya ümumiyyətlə, şirkət mədəniyyəti bu ləngidir, inkişafı ləngidir. Amma yaxşısı odur ki, biz təbii ki, əməkdaşları maarifləndirək, bilgiləndirək, onlara təlim verək, həm də onlar bizdə qalsın. Bunu Richard Bransonun yəqin o məşhur söz var, bunu hətta ona ünvanlayırlar ki, bəs biz onlara təlim veririk, onlar şirkətdən gedir, deyir ki, elə davranın, getməsinlər. Yəni, təlim verdikdən sonra məsələ bitmir. Rəhbərlərin, xətti menecerlərin əməkdaşlara davranışında onların şirkətdə qalma faizi artır. Davranış müsbətdirsə, əməkdaş şirkətdə qalır. Əgər rəftar, münasibət və davranış yaxşı deyilsə, əməkdaş təəssüf ki, rəhbərini tərk edir. Ki, bu bilirik ki, yəni şirkət bir çox halda kölgə funksiyası rolu oynayır. Əməkdaş daha çox rəhbəri ilə təmasdadır və itirdiyi zaman rəhbər əməkdaşı itirir. Beləcə, o rəhbərin də gələcəkdə artıq ona yeni komandalar vermək, onu böyütmək imkanı olur. Təsir edir, təbii ki. Hətta bildiyim qədər bəzi şirkətlərdə mentorluğa təşəbbüsü artırmaq üçün hətta KPI kimi şərt qoyulur ki, öz yerinə bir lider yetişdirmədiyin sürəcə sənin özünün də promotionun ləngiyəcək və bununla da mentor özü inisiativa göstərmə, təşəbbüs göstərməyə maraqlı olur və istəyərdim biləm, sizcə mentorluq könüllü bir prosesdir, yoxsa ki, mütləq strukturlaşmalıdır, yəni ki, biraz orada pushing olmalıdır? Təbii, Clinton Slide'ın bu dediyiniz fikirlə bağlı bir yanaşması var. Deyir ki, artıq müasir dövrümüzdə bir lider, hər bir lider yetişdiribsə, başqa bir lider yetişdiribsə, o da bir başqasını yetişdirirsə, biz ona lider deyirik. Yəni, bu davamlı bir prosesdir. Mən bir nəfəri yetişdirdim, yerimə davamçım oldu və mənim liderliyim tamamlandı. Belə bir şey yoxdur. Liderliyin sərhəddə yoxdur. Sən daha çox insan yetişdirdiyində daha böyük. Mən Veysal'ın təcrübəsini bölüşmək istəyirəm. Hal-hazırda bizdə mentorluq proqramı qurulub şirkətdə davam edir. Bu yaxında bizim həmin mentorlarımızla yüksək potensiallı əməkdaşların bir görüşü müzakirə olundu. Şirkətdə liderlik ekosistemi necə qurulub və yetişən liderlər həmin ekosistemdə necə və hansı yolları keçirlər və bugün onların lider olmasında hansı onların fəaliyyətləri olunur. Düşünürəm ki, mentorluq şirkətdə hansısa bir məsləhət vermə, kiçik bir məsələlərə dəstək olma mövzusunda könüllü olur. Ancaq strukturlaşmış formada olacaqsa, yəni uzun müddətli bir mentorluq proqramından danışırsa, təbii ki, burada mentorlara müəyyən imtiyazlar, onlara həvəsləndirilməsi, onların mentorluğa əlbəttə motivasiya məsələləri olmalıdır. Amma əksər hallarda bu strukturlu olduğunda həm mentor məsuliyyətli yanaşır, həm də menti, belə deyək də, o təlimə gələn şəxs daha məsuliyyətli yanaşır ki, ona bir investisiyaya yatırılır və o öyrənməyə davam edir. Və yaxud bir məsələyə toxundunuz ki, bəs əməkdaşı təlimləndiririk, ona resurs xərcləyirik, vaxt ayırırıq, amma nəticədə əməkdaş böyüyür və daha böyük dənizə açılır, daha böyük sulara açılır. Bəs onun bir növ, yəni ki, blokları var, daxili öyrənmə mədəniyyətinin, yəni ki, əməkdaş yetişdirilməsinə olan təsirində. Sizcə bu yanaşma doğrudurmu? Yəni bu fobiya, bu qorxu öz əksini tapır, yoxsa ki, bu da bir illüziyadır? Bu qorxunu şirkət necə aradan qaldırır? Karyera inkişaf planları qurmaqla aradan qaldırır. Əgər şirkətdə karyera inkişaf planı varsa və əməkdaş gələ biləcəyi nöqtələrin hədlərini bilirsə, o inkişafına dayanmır, davam edir. Yəni, bir mütəxəssis, aparıcı mütəxəssis, bölmə müdürü, daha sonra şöbə müdürü, departament müdürü olacağını bilirsə və o yolda ona dəstək varsa, bu əməkdaş şirkətdən getmir və əməkdaşın da şirkətin də əməkdaşı itirmə narahatlığı olmur. Amma bir yerdə karyera inkişaf planı yoxdursa, seçimlər sadəcə kiminsə iki dodağı arasında aparılırsa, bəli, orada artıq əməkdaşı itirmə qorxusu var və əməkdaş da şirkətdən uzaqlaşır.
Yəni bu məsələ biraz daha qarşılıqlı qurulan bir məsələdir. Əgər əməkdaşın şirkətə bağlılığını istəyiriksə, şirkətlər də o bağlılığı yaradan müəyyən proqramlar etməlidir. Karyera inkişaf layihələri bundan biridir. Əmək haqqı və performans idarə etmə bunlardan biridir. Hətta təlimin özü də həm turnoveru azaldır, yəni öyrənmə fəaliyyətləri. Eyni zamanda əməkdaşın şirkətə bağlılığını yüksəldir. Yəni təlimlərin bu yöndə də böyük bir dəstəyi var. Statistikada göstərir ki, 94% əməkdaşlar, kimlərin ki daxili inkişaf, yəni ki imkanları var şirkət daxilində, onların loyallığına təsir edir və onların qalmasına təsir edir. Amma çox sevdiyim bir ifadə var. Səhv etmirəmsə, Fordun bir statıdır. Deyir ki, öyrədib getməkdənsə, öyrədib getməyi öyrətmədiyim işçinin qalmağından daha bahalıdır. Yəni bir işçinin öyrənib getməyi mənim üçün daha az xərcdir, nəinki heç nə bilməyən bir işçinin yanında qalmağı. Əgər bu iki riskdən birini seçiriksə, birinci risk daha az təhlükəlidir. Baxın, öyrətdiyinizdə getmə riski 50%-dir. Gedə də bilər, qala da bilər. Amma öyrətmədiyinizdə və sizdə qaldığında, bəli, dediyiniz kimi, bu həm toksik mühit yaradır, bir çürük alma nəzəriyyəsi var, yəqin ki, bilirsiniz. Həmin bir alma 5 almanın arasında qalırsa, bəli, çürükdürsə, o yüzden çürük insanlarda, şirkətlərə çürük əməkdaş varsa, o istərseniz onu yaymış olacaq, şirkət içərisində yaymış olacaq. Ancaq şirkətdə əməkdaşları daha sağlam saxlamaq üçün müəyyən həm mentorluq proqramları, həm təlim inkişaf imtiyazları, həm digər cəhətdən müəyyən proqramlar hazırlanır. Bunlar da əməkdaşların şirkət mədəniyyətinə uyğunlaşmasına gətirib çıxarır. Bəs öyrənmə mədəniyyətinin təməlində nələr durur? Bu da çox yaxşı sualdır. Əslində, öyrənmə mədəniyyətinin birinci amili insanların şirkətdə çalışdığı müddətdə şirkətə bağlılığı. Yəni, bağlılıq şirkətdə varsa, əgər bir əməkdaş şirkətə bağlılığı yüksəkdirsə, o şirkət mədəniyyətinin göstəricilərindən biridir. Digər tərəfdən, məsələn, ola bilər ki, şirkətdə hər hansı bir əməkdaş rəhbərlə tutaq ki, hər hansı bir narahatlıq yaşayır, açıq şəkildə fikirlərini bildirə bilirsə, orada səhv etmə icazəsi verilirsə əməkdaşa, orada şirkət mədəniyyəti bir mənada qurulmuş deməkdir. Orada insanların bir-birindən öyrənməsinə şərait yaradılır. Həmçinin səhvlərdən dərs çıxarma imkanı verilir ki, insanlara, bu da həmin şirkətin mədəniyyətini göstərir. Mədəniyyət necə qurulur şirkətdə? Biraz bu haqda danışaq. Ümumiyyətlə, biz mədəniyyəti qurmadan əvvəl şirkətdə sistem qurmalıyıq. Adətən, mədəniyyət sistemin son nəticəsi kimi görülür şirkətdə. Tutaq ki, biz prosedurlar, qaydalar, siyasətlər, hər hansı bir əsasnamələr tərtib edirik. Bunlar insanları o yöndə davranmağa sövq edir. Davranış uzun müddətlidirsə, bu mədəniyyətə çevrilir. Amma bir məsələ təhlükəlidir. Əgər sistem zəifdirsə, onu mədəniyyət idarə edir. Ona görə şirkətlər maraqlıdır ki, güclü sistemlər qursun və güclü sistemlərdə güclü mədəniyyət yaradır. Güclü mədəniyyətdə də əməkdaşların qalması, davamlılığı daha yüksək olur. Yəni, orada talantların köçüb getmə ehtimalı çox az olur. Amma şirkətdə mədəniyyət qurulmuyubsa və sistemlər də zəifdirsə, şirkət davamlı o ən yaxşı istedadlı əməkdaşlarını itirir. Bayaq bir yaxşı məsələyə toxundunuz. Dediniz ki, səhvlərə icazə vermək lazımdır ki, öyrənmə mədəniyyəti formalaşsın. Yəni, biz səhv edə-edə, yəni biz mümkün deyil ki, yeni bir mərhələyə keçək və bunu qüsursuz edək. Mütləqdir ki, xırda-xırda da olsa bir səhvlərimiz olacaq. Bugün dünya təcrübəsində görürük ki, bəzi böyük qlobal şirkətlər hətta səhv etmə günü, ayın hər hansısa bir günü nominasiya edirlər ki, ayın ən çox səhv edən əməkdaşını həqiqətən də tətbiq edirlər və bunu kinayəsiz, ironiyasız, səmimi şəkildə həmin şəxsə alqışlayırlar. Onun səhvi vasitəsilə düzə daha yaxınlaşdıqları üçün, daha da çox yaxınlaşdıqları üçün ona təşəkkür edirlər və mən düşünürəm, istəyirəm sizin fikrinizdə, Azərbaycanda sizcə bu yanaşma nə dərəcədə effektiv olar? Yəni, bu qədər səhv etmək aşılanırsa əgər, rahat səhv edə bilərsiniz, ideyası aşılanırsa. Bu fikir də əslində çox müzakirə olunan fikirlərdən biridir. Buna iki aspektdən yanaşmaq lazımdır Aytən xanım. Bir, şirkət tərəfdən, iki, əməkdaş tərəfdən. Düşünün ki, şirkətdə çox saylı əməkdaş çalışır, yüzlərlə, minlərlə və hər kəs mütəmadi olaraq müəyyən səhvlər edir.
bu şirkətin sübutuna gətirib çıxara bilər. Yəni bu çox riskli bir məsələdir. Biz tövsiyə etmirik ki, əməkdaşlar səhv etsinlər və belə davam etsinlər. Ancaq şirkət bəzi məsələlərdə tolerantlıq göstərməlidir ki, əməkdaş öz səhvindən öyrənə bilsin. Yəni səhvlər o zaman şirkətdə bir belə deyim, case study-yə çevrilir ki, insanlar oradan öyrənir. Səhvlərin müzakirəsi və oradan öyrənmə mədəniyyəti formalaşırsa və insanlar rahatlıqla səhv etdiyini dilə gətirib, oradan çıxardığı nəticəni də vurğulayırsa, artıq orada bir sıxıntı qalır. Amma bir şirkətdə səhv etməyə icazə verilmirsə, orada əməkdaş artıq bəzi məsələləri gizlədir. Səhv etmə qorxusu onun elə bir məsələni gizlətməyinə gətirib çıxara bilər ki, o şirkəti çox ciddi təhlükə daha böyük risk. Ancaq şərait yaratmaq lazımdır ki, insanlar fikirlərini rahat bildirə bilsinlər. Səhv etmə ehtimalını gözə alıb oradan dərs çıxarsın. Ancaq səhv davamlı olarsa, artıq bunun barədə tədbir görülür. Çünki davamlı edilən səhv bir qərardır, bir seçimdir. Yəni, mən belə istəyirəm və mən belə davranmaq mənə xoşdur dediyində artıq şirkət orada fərqli davranış ortaya qoya bilər. Eynən, yəni məsuliyyətsizlikdən törəyən davamlı səhvlərlə təbii ki, qeyri-ixtiyari bir dəfə olunan səhvlər arasında fərq olacaq. Amma mən də şəxsən onun tərəfdarıyam ki, əgər hər hansı bir yeni bir mərhələyə keçiriksə, yeni bir metoda keçiriksə, biz razılaşaq ki, yəni mütləqdir ki, orada konfor zonadan çıxılacaq. Orada hətta bizim özümüz üçün də istər yəni ki, yuxarı yarxıq baxsaq, istər yuxarıdan, istər aşağıdan baxsaq, hər tərəfli bir səhv olacaq ki, biz yeni bir mərhələyə keçirik. Heç kəs ilk dəfə bunu, yəni təkrarən bunu etmir. Hamı üçün bu ilkdir və biz biraz mərhəmətli yanaşmalıyıq. Həm özümüzə, həm komandaya qarşı. Razıyam sizdən. Çünki əks halda insanların öyrənmə imkanı da zəifləmiş olur. Ancaq burada bir məsələ var ki, biz kimlərə səhv etmə icazəsi veririk? Məsələn, tutaq ki, bir maliyyə meneceri səhvən 0-ın birini artıq yazsa və ya ikisini artıq yazsa, bu böyük bir itki deməkdir. Amma bir insan resursları müsahibədə bir səhv edə bilər və ya hər hansı bir mühəndis kiçik bir səhv edə bilər. Bunlar dərs çıxartmaq üçün yenə dedim, şirkətdə case study-lərə çevrilə bilər. Amma təbii ki, səhvin boyutu önəmlidir və o hansı vəzifə tərəfindən həyata keçirilir. Burada bir nüans da rol oynayır ki, biz psixoloji təhlükəsizliyi, insanlara o şəraiti yaratmalıyıq ki, insanlar özünü təhlükəsiz mühitdə işlədiyini hiss edəsin. O təhlükəsiz mühiti qura biliriksə, insanlar orada özləri səhv etməyə çalışmayacaqlar. Amma qəzavən baş verən səhvlərdən də özləri dərs çıxarmış olacaq. Yəni, səhvi qəsdən etməyəcəklər, sadəcə səhvlərini rahatlıqla paylaşıb, digərlərinin də bu səhvi etməməyinə bir töhfə vermiş olacaqlar. Bəs, deyək ki, öyrənmə mədəniyyətini qurmaq istəyən, yəni deyək biz artıq istəmirik ənənəvi təlim qurumun təlim bir departamenti olaq, istəyirik həqiqətən də strateji bir rolu olan öyrənmə mədəniyyətinin qurulmasına təsir göstərən bir şöbə olaq və bu strateji addımı atmaq üçün, bu cür transformasiya etmək üçün sabahdan başla desək hər hansı bir təşkilata, siz nə ilə başlamağa məsləhət görərdiniz olaraq? Birincisi burada qısa bir... Hiçbir nəticəsi yoxdur, amma artıq başa düşür ki, bu qolu strateji bir alətə çevirməlidir və bir yerdən başlamaq istəyir. Siz ona ilkin olaraq nəyə tövsiyə edərsiniz? Psixoloji təcrübəsi bilirəm ki, çox böyükdür, çox genişdir və sizin öz, belə deyək, şirkətinizdə yüzlərlə əməkdaş çalışır və sizin bu sahədə uzun müddətdir ki, bilirəm, davamlı olaraq işlər gedir. İstəyərdim sizin təcrübənizi eşidək. Təşəkkürlər. Öyrənmə mədəniyyətini qurmaq üçün ən başdan biz başlasaq, burada rəhbərin həmin təlim, öyrənmə fəaliyyətlərinə müsbət yanaşması şərtdir. Əgər üst rəhbərliyin bu mövzuda insan kapitalına verdiyi dəyər, insanları inkişaf elətdirmək və insanlar sayəsində də işi böyütmək marağı və həvəsi varsa, bu öyrənmə mədəniyyətinin birinci siqnalıdır. İkinci siqnal insan resurslarına və ya öyrənmə inkişaf komandasına düşür ki, onlar artıq bu öyrənmə mədəniyyətini formalaşdırarkən ehtiyacı yaratmalıdır. Mən belə fikrimi cəmləyə bilərəm ki, burada ən birinci məqam formalaşdırmaq üçün büdcə məsələsidir. Əgər şirkətlər təlim və inkişafa, öyrənmə fəaliyyətlərinə, ümumiyyətlə mentorluğa və digər fəaliyyətlərə büdcə ayırmırsa, o şirkətdə öyrənmə mədəniyyətinin qurulması qeyri-mümkündür. Yəni, qısa desək, hər şey pulun başındadır. Əgər biz büdcə ayırmırıqsa
Bu istər daxili təlimlər olsun, istər xaricdən təmin etdiyimiz outsource təlimlər olsun, mütləq bir büdcə mədəniyyəti formalaşmalıdır. Təlim mədəniyyətindən və öyrənmə Siz mənim sualımı qabaqladınız. Mən də istəyirdim, ona gətirəm ki, az büdcə ilə biz bunu necə edə bilərik? Mümkün deyil. Mümkündür təbii ki. Biz Veysalın təcrübəsini sizinlə bölüşüm. Ümumiyyətlə bir təlim büdcəsində ən azı bir 20%, əgər ümumi təlim büdcəsi yoxdursa, biz şərti olaraq xəyal edək 100 minlik bir büdcə, biz 10 min, 15 minlik bir büdcə ilə nə edə bilərik? Biz az bir məbləğ olaraq qeyd edeyim bunu. Biz daxili təlim sistemi qura bilərik. Biz Veysalda hal-hazırda 30 nəfərdən çox daxili təlimçi ilə çalışırıq. Bunlar şirkətdə müxtəlif vəzifələrdə çalışan əməkdaşlardır. İllərdir topladığı təcrübəni əməkdaşlarla bölüşməyə maraqlıdır. Çünki təlim keçən şəxslərin özü elə bir komanda ilə çalışır ki, onlar da o komandanı inkişaf etdirməkdə maraqlıdır. Yəni, mən təlim verirəm ki, o əməkdaş mənimlə daha çevik çalışsın, daha məhsuldar çalışsın. Demək ki, təlim şirkətdə menecerlərin marağındadırsa, orada artıq çox işləri görmək olar. Daxili resurslar hesabına daxili təlimçi sistemi qurub, şirkətin qazandığı illərin təcrübəsini əməkdaşlara çox rahat ötürmək olar. Yəni, daxili təlim az büdcə ilə qurula biləcək ən gözəl işlərdən biridir şirkətdə. Təlimlərdən danışmışkən, Ağaməd bəy, bilirik ki, artıq çox yaxın keçmişə qədər təlimlər sadəcə məlumat xarakterli idi, nəzəri biliklər ötürürdü. Amma son illərdir ki, biz öz təcrübəmizdən də bunu müşahidə edirik ki, auditoriyamız, iştirakçılarımız interaktiv, dinamik, əyləncəli, hətta deyərdim, o deyir, əylənərək öyrənək metodlarından istifadə edir. Bizim sizinlə bir söhbətimiz olur. Siz ora bildirdiniz ki, bəzən əməkdaşları cəlb etmək çox çətindir təlimlərə. Onlar həvəslə iştirak etmirlər və biz aynı olaraq təbii ki, öz metodlarımızda çalışırıq ki, bir çox alətlərdən istifadə edək, innovativ alətlər cəlb edirik. Bizdə nəzəri hissə 20%-dir misal üçün, ancaq yerdə qalan digər hissələr mütləq interaktivlik olur, qarşılıqlı öyrənmə metodundan istifadə edilir. Sizcə müasir LNC yanaşmasında təlimlərdə ən böyük dəyişiklik, yəni strukturunda təlimin nədir və effektiv olması üçün və əməkdaşların təlimə cəlb edilməsi üçün nə məsləhət görərdiniz təlimlərin keçişində? Ki, necə bir təlim formalaşdıraq ki, əməkdaşlar həvəslə iştirak etsinlər proseslərin özündə? Çox sağ olun. İlk olaraq bu mədəniyyəti formalaşdırmaq lazımdır, bu düşüncə tərzini yaymaq lazımdır ki, təlim şirkətə yox, əməkdaşa lazımdır. Əgər əməkdaş anlayırsa ki, təlim onun karyerasında, gələcək vəzifə təyinatlarında, eyni zamanda işini daha sürətli və məhsuldar görməyində lazımdır. O əməkdaş təlimə, belə loru dildə desək, qaça-qaça gələcək. O əməkdaş özü təlim axtaracaq, o əməkdaş özü müraciət edəcək. Yox, əgər şirkətdə belə bir sistem qurulmayıbsa, əməkdaş maraqlı deyilsə, bu düşüncə tərzi yoxdursa, artıq əməkdaşa da təlim maraqlı gəlməyəcək. İkinci bir məsələ nədən ibarətdir? Mütləq şirkətlərdə karyera və performans idarə etmə sistemləri qurulmalıdır. Yəni, karyera birbaşa bağlanır təlimə. Əgər əməkdaş X bir təlimdən keçdikdən sonra və ortaya yaxşı davranış dəyişikliyi qoyduqdan sonra o vəzifədə artacaqsa və inkişaf edəcəksə, bu onu göstərir ki, əməkdaş maraqlı olacaq. Yəni, əməkdaş özünə sual verir, mən təlimə niyə gedim? Təlim mənə lazımdırmı? Əməkdaşın bu sualı qarşılanırsa ki, bəli, təlim sənin karyera həyatında mühüm rol oynayır, o əməkdaş təlimə gedəcək. Bu əməkdaş üçün təlim maraqlı olacaq. Belə olduğu halda artıq biz əməkdaşlara təlim üçün müraciət etmirik. Əməkdaş özünü inkişaf etdirmək üçün və əməkdaşın birbaşa rəhbəri ona bu şəraiti yaradır. Bir də şirkətlərdə fərdi inkişaf planları ilə bağlı bir deməli yanaşma var. Yəni, fərdi inkişaf planları əgər şirkətlərdə işləkdirsə və bu doldurulursa, əməkdaşın səriştə boşluqları ortaya çıxır. Bu həm rəhbər tərəfindən, həm də insan resursları əməkdaşı tərəfindən. Təlim ehtiyacı ilə bağlı elə bir sual verəcəkdim. Buyurun, buyurun. Bəli, yəni bu təlim ehtiyacını müəyyənləşdirmək üçün ən yaxşı metodlardan biridir ki, biz onların fərdi inkişaf planı sayəsində hansısa bir karyera irəliləyişini və ya layihələrdə iştirakını, eləcə də ola bilər ki, əməkdaş üçün hər hansı bir karyera dəyişikliyi gözlənilmir, amma onun vəzifə öhdəliyindən irəli gələn bir bacarıq var. Əməkdaş onu qazanmalıdır. Bu da bir təlim olaraq, bir ehtiyac olaraq müəyyənləşir. Yəni, qısaca belə desək ki, əməkdaş əgər özünü inkişaf etdirməkdə maraqlıdırsa, ona bu marağı şirkət təmin edir, yəni karyera inkişaf baxımından.
Yox, əgər əməkdaş buna maraqlı deyilsə, şirkətdə artıq bu mədəniyyəti formalaşdırmaq üçün bu düşüncəni yaymaq lazımdır ki, təlim əməkdaşın özünə lazımdır. Yəni, burada da lazım olmasa, başqa gedəcəyi yerlərdə mütləq əməkdaşa lazım olacaq. Sizcə böyük bir şirkətlərdə öyrənmə mədəniyyətini formalaşdırmaq üçün ən çətini sistemin dəyişilməsi yoxsa ki, düşüncə tərzinin dəyişilməsidir? Düşünürəm ki, hər hansı bir şirkətdə sistem varsa və ya sistemsizlik varsa, bu özü də bir sistemdir. Bunu dəyişmək qeyri-mümkün. Çünki şirkətdə sistemlər insanlara görə qurulmur. Yəni, A şəxsi gəlsin, müdaxilə etsin, dəyişsin. Bu, ümumi çarxı döndürən bir məsələdir. Sistem formalaşıb, dediyim kimi, davranışlar və mədəniyyət, yəni çox çətindir sistemi dəyişmək. Amma düşüncə tərzini dəyişmək şirkətdə çox rahatdır. Müəyyən öyrənmə fəaliyyətləri. Məsələn, mən Veysel'dan bir misal verim yenə. Bizim şirkətdə bir kitabxana qurmuşuq. Haradasa bir 300-ə yaxın kitab var. Burada psixoloji inkişaf, təlim inkişaf, psixologiya, biznes sahəsində kitablardır. Və əməkdaşlar kifayət qədər maraq göstərir. Şirkətdə bəzən əməkdaşların nəyə ehtiyac olduğu bilməsə də, şirkət bu ehtiyacı yaxşı aşkara çıxarmalıdır ki, mən hansı fəaliyyətlərlə öyrənməni aktivləşdirə bilərəm. Mən hansı yanaşma ilə əməkdaşları öyrənməyə cəlb edirəm. Məsələn, bir məsələni deyim. Biz Asan İnnovativ İnkişaf Mərkəzi ilə əməkdaşlıq sayəsində praktiki süni intellekt təlimləri keçirik. Artıq bugün 6-cı qrupu yekunlaşdırırıq. Çox sağ olsunlar dəstəyə görə. Burada nə rol oynayır? Biz baxdıq ki, 1-2 qrupa təlim keçdikdən sonra digər qruplar bizdən təlim istəyir. Bəzən əməkdaşları təlimə səsləmədən hansısa bir təlim təşkil edirsən, əməkdaşlara maraqlı gəlir və əməkdaşlar təlimə gəlir. Və digər əməkdaşlarda rəqabət mühiti yaranır. Biraz əvvəl də o sualı ünvanlamışdınız. Əslində bu şirin bir rəqabət mühitidir. Yəni, öyrənən insanları görənlər artıq öyrənməyə can atır, meyl edir. Ona görə şirkətdə müəyyən bir elə bir təbəqəni öyrətməyə meyilli olmaq lazımdır ki, digər insanlar da onların inkişafını görüb, həmin öyrənməyə özləri maraqlı olsunlar. Çox sağ olun, dəyər verdiyiniz üçün. Biz də sevə-sevə, təbii ki, hər bir şəkildə sizinlə təcrübə paylaşmağa, imkanlarımızı paylaşmağa hər zaman şadıq. Və istəyərdim bir məsələni soruşam sizdən ki, sizcə bugün LNT-də öyrənmə və inkişafda, belə deyək, 3 əsas dəyişiklik nədir? Biz sizinlə çünki xatırlayırsınız, upskilling, reskillingdən də danışmışdıq bir dəfə. Düşünürəm ki, bu 3 əsas dəyişikliklərin də birində hansı ki, gələcəkdə də, yəni yaxın 5 il ərzində deyək, bu dəyişikliklər qaçılmazdır. Ya başlayıb artıq bu dəyişiklik və qaçılmazdır. Qaçılmazdır. Əslində biz dəyişiklik heç vaxt bitmir, daimi dəyişikliyin içərisindəyik. Yəni bir dəyişikliyi tamamladıqdan sonra başqa bir dəyişikliyin içərisinə düşürsən. Amma bugün şirkətlərdə, Azərbaycan şirkətlərində ən aktual məsələlərdən biri ki, bu bizə artıq qərb mədəniyyətindən gəlir. Birinci dəyişiklik know-how-nun paylaşılmasıdır. Yəni şirkətdə qazanılmış uzun müddətli təcrübə var. Hansı ki, bunlar yazılmamış, kitablarda yazılmamış məsələlərdir. Məsələn, 15 ildir marketinqdə, satışda və ya insan üstündə təcrübəsi olan bir əməkdaşın təcrübəsindən istifadə etmək. Biraz əvvəl də qeyd elədik, həm az büdcə ilə daha çox iş görmüş oluruq, həm əməkdaş özü öyrəndiyini, öz ustalığını başqalarına paylaşmaqda maraqlı olur ki, paylaşma mədəniyyəti də şirkətdə çox önəmlidir. Bilik də bunlardan biridir. Know-how çox önəmlidir. Bura gələnə qədər biz know-how-nu bilmədən öncə baxmalıyıq ki, biz nəyi öyrənirik? Know-what. Necə öyrənirik? Daha doğrusu niyə öyrənirik? Know-why və ondan sonra biz gəlib çıxırıq know-how-ya. Bəli, şirkətlərdə əməkdaş bilirsə, niyə təlimə gedir? Niyə bunu öyrənir? Artıq ondan sonra necəliyini öyrənmiş olacaq. İkinci bir, bugün dünyada ümumiyyətlə LNT-nin qarşısında duran çağırışlardan bir digəri də əməkdaşın bilik və bacarıqlarda dərinləşmə məsələsidir. Biz belə vurğulayım bunu. T-shape əməkdaşdan V-shape əməkdaşa keçmək. Yəni, bir əməkdaş hər hansı bir mövzuda, tutaq ki, satışda çox dərin bir biliyə sahibdir. Eyni zamanda bu əməkdaş, əgər data analitikada bilirsə, bu satışda analitik vəzifəsində çalışa bilər. Bu olur V-shape, yəni sən həm satışda dərinləşmirsən, həm də digər qonşu mövzularda da öz biliklərini inkişaf elətdirirsən. Bugün V-shape artıq şirkətlərdə çox aktual məsələyə gəlir. Nizami Gəncəvinin illər öncə söylədiyi, o söz 100 illər öncə daha doğrusu,
kamil bir palancı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan. Amma bu dövr artıq deyir ki, bir neçə mövzuda yarımçıq olsan da olar, sıxıntı yoxdur. Əsas ana bir mövzuda dərinləşir. Yəni artıq həqiqətən aktuallaşır ki, biz eyni zamanda başqa bir Köməkçi mövzuda alətlər lazım olacaq. təbii ki, köməkçi alətlər ancaq yaxın sahələrdə köməkçi alətlər. Yəni bir hüquqşünasın astronomiya ilə maraqlanması şirkətə heç nə qatmır. Amma AI ilə maraqlansa və ya süni intellekt alətləri ilə maraqlansa, o sabah uzaqda olan əməkdaşlarına, yəni distant bir təlim keçə bilər, məzmun hazırlaya bilər və s. Yəni önəmlidir ki, biz bunu və üçüncü bir digər məsələdə sizin qeyd etdiyiniz reskilling və upskilling məsələsidir ki, bu yenə aktuallığını itirir. İkisindən hansı daha kritikdir? Mən öz fikrimi soram deyəcəm. Sən sizin fikrinizi çox istəyərdim işləyəm. Hansı daha kritikdir? Upskilling yoxsa reskilling? Yaxın 5 ildir. Upskilling hər hansı bir mövzuda dərinləşməkdir. Tutaq ki, biz satış nümayəndəsinə danışıqların aparılması təlimi veririk ki, o satışda dərinləşsin və böyük partnyorlara danışma imkanı olsun. Bu upskillingdir. Upskilling daha çox ROI yönümlüdür. Yəni, siz onun KPI-nə o təlimi təyin eləmsiniz və o performansını artırmaq istəyir. Amma reskilling bir əməkdaşın daha çox şirkətdə gələcəyi və strateji vəzifəsi ilə əlaqəli bir məsələdir. Tutaq ki, hər hansı bir maliyyə mütəxəssisi eyni zamanda beynəlxalq bir konferansda satın alma təliminə gedir. Gələcəkdə bu o istiqamətdə daha yaxşı dərin biliklərə sahib olsun və gələcəkdə hansı şirkətlərlə əməkdaşlıq təhlükəlidir, risklidir, hansı şirkətlər belə deyim, qara siyahı da deyil. Yəni bir maliyyəçinin bunları bilməsi şirkətə böyük bir fayda gətirir. Bu olur reskilling, yəni yan bir mövzuda və o əməkdaş təbii ki, reskillingdə də önəmlidir ki, gələcəkdə o əməkdaş həmin qazandığı bacarıqları şirkətdə tətbiq etsin. Yəni bu hissəsi çox önəmlidir. Mən ümumiyyətlə bunu əlaqələndirirəm. Həmçinin bizim bir çox təlimlərimiz, yumşaq bacarıqlar üzrə də təlimlərimiz var və dəyişik, flexibility biz ona deyirik, dəyişik, daha belə deyək, elastik olmaq, dəyişiklik və gələcəyin peşələrini analiz edəndə də biz çünki gələcəyin bacarıqlarını analiz etməklə paralel gələcəyin peşələrini analiz edirik, çünki onlar birbirine əlaqəlidirlər. Və baxırıq ki, əsas bacarıqlardan biri də doğrudan da dəyişikliyə hazır olmaqdır. Təlimlərdə buna çox ehtiyac olunur. O fikir, o mindset, o təfəkkürün formalaşması ki, sən 3 ildən sonra, 4 ildən sonra situasiya bunu tələb edərsə, bunu vəzifə ötərik və ya da bu şirkətin hər hansı bir prinsipləri tələb edərsə, sən o upskillingə hazır olmalısan. Mənə soruşsanız, mən bugün, hətta yox, reskillingə çox üzr istəyirəm. Mən düşünürəm ki, bugün upskillingdən əlavə reskilling bacarıqlarını inkişaf etdirmək çox daha önəmlidir. Çünki gələcəkdə həddindən çox dəyişikliklər çox sürətlidir və biz buna mental olaraq da hazır olmalıyıq. Çünki dəyişikliklər eyni zamanda yeni biznes modelləri də ortaya gətirir, ortaya çıxarır. Burada da əməkdaşların reskilling olarsa, bəli, yeni çağırışlara, yeni challenge-lara düşünürəm ki, daha sürətli adaptasiya ola biləcək. Yəni, daha çox biz bu məsələni biraz daha biznes kontekstində qiymətləndirməliyik. Elə yer var ki, orada reskilling daha önəmlidir. Elə yer var ki, orada upskilling. Yəni, satış, məsələn, satış tələb edir ki, sən satışda daha da dərinləşəsən. Satışda digər mövzuları öyrənməyin çox da əhəmiyyətli deyil. Çünki şirkətə gəlir gətirən bir nöqtədir satış. Sənin digər işlər ana fokusundan yayındıra bilər. Amma insan resursları məsələn, bir əmək haqqı mütəxəssisi əgər analitika öyrənirsə, bu ola bilər HR analitik və ya maliyyədə bir kiçik mütəxəssis var. O eyni zamanda analitik öyrənirsə, bu olacaq biznes analitik. Yəni, bu hissədə reskillingdə daha çox gələcək yönümlü düşüncələr olunur, daha çox gələcək yönümlü planlar olunur. Amma upskilling bu günə xidmət edir. Reskilling isə daha çox gələcəkdə bizi şirkətin nələr gözləyir? Hazırlıqlı olmaq üçün reskilling lazımdır. Eynən. Long term deyirlər, uzun vadeli. Uzun müddətli daha çox. Bəli, bəli. Bayaqlar siz səhv etməsə Roy'dan danışdınız qiymətləndirmə ilə bağlı. Çox istəyərdim Veyselovun təcrübəsini eşidim. Çünki ortalama, məncə siz də Kirkpatrick belə deyək, modelindən istifadə edirsiniz. Çünki dünya bundan istifadə edir. Onun 4 mərhələsini. Birinci mərhələ, indi siz daha dəqiq bilərsiniz, yəqin ki, ətraflı məlumat verəcəksiniz. İkinci mərhələ çox rahat ölçülür. Problem yaşanır bu 3-cü və 4-cü mərhələdə.
Ən çox da bu yumşaq bacarıqlara istinad edilirsə. Mən istəyərdim sizin təcrübənizə işləyək ki, Veysel oğlu da bu cür böyük həcmdə olan əməkdaşların təlimdən sonraki nəticələri necə qiymətləndirirsiniz? Ən çox da 3-cü və 4-cü mərhələdə. Kilpatrik bəli qeyd etdiniz, bugün dünyada ən çox istifadə olunan təlimlərin dəyərləndirilməsi metodlarından biridir. Onu qeyd edeyim ki, həmin Donald Kilpatrik metodundan sonra Jack Phillips də özünün 5-ci mənbəsini artırıb, 5-ci bəndə artırıb, o da ROI-dir. Əlavə edib, o da ROI-dir. Hal-hazırda Kilpatrik metodunda ROI yoxdur. Sadəcə qeyd edildiyiniz kimi artıq reaksiyadır, öyrənmə mərhələsində davranış və nəticələri ölçür. Biz ilk ikisi çox rahatdır, dediyiniz kimi. Həm birinci mərhələdə təlimdən sonra sorğa keçirilməkdir. İkinci mərhələ pre və post testlərin keçirilməsidir. Üçüncü mərhələdə sual budur ki, təlimdən sonra hansı davranış dəyişdi? Bəli. Biz bunu birbaşa bağlamışıq əməkdaşların karyera inkişafına. Məsələn, tutaq ki, bizə satışda şöbə müdürü lazımdır. Burada strateji ünsiyyət rol oynayır. Əməkdaşla müsahibə zamanı onu təbii ki, rəqəmlər, çünki bütün vəzifələr rəqəmlərlə təyin olunmur. Yəni, satış rəqəmləri, çek-listlər, plan vurmalar, bunlar çox gözəl, əla nəticələrdir. Ancaq ünsiyyət bacarığı, liderlik qabiliyyəti, komanda quruculuq və komandanı motivasiya etmə qabiliyyəti də ölçülür. Bunlar müsahibə əsasında. Biz bunları yoxlayırıq. Bəzən yüksək rəqəm nəticəsi ilə gələn əməkdaş olur ki, görüşlərdə çox yaxşı təqdimat edə bilmir. Öz fikirlərini aydın çatdıra bilmir. Bu da onu göstərir ki, əməkdaş öz üzərində checklist, plan və digər istiqamətlərdə yaxşı işləyib, ancaq özünün soft bacarıqlarında və yumşaq bacarıqlarında o qədər də əhəmiyyət vermir. Və bəzən də müsahibələrdə əməkdaşlar özlərinə o vəzifəni də götürürlər ki, bəli, mən o istiqamətimi açıq-aydın gördüm və o yönümü inkişaf elətdirməliyəm. Biz bunu karyera inkişaf mərhələsinin layihəsində, müsahibə mərhələsində ölçürük. Yəni, bizim konkret qoyduğumuz səriştələr var. Tutaq ki, mütəxəssisdə hansı səriştə olmalıdır, satış üzrə bölmə müdüründə hansı səriştə olmalıdır və şöbədə hansı səriştə olmalıdır. Və müsahibə əsasında 4 nəfərlik bir panel müsahibəsində artıq əməkdaşa müəyyən suallar verilir, кейslər verilir və onun əsasında əməkdaşın davranışı ölçülür ki, əməkdaş bu vəziyyətdə necə davranardı. Ondan sonra biz bunu ölçürük. Və digər də artıq nəticə məsələsidir ki, biz bunu ərazidə bizim önəmli bir layihələrimizdən biri sahə günüdür. Biz əməkdaşların yanında əraziyə çıxırıq və onların orada real biznesə nəticələrini ölçürük ki, tamam, müştəri məmnuniyyətini qazandı, bu təlimdən çıxdı. Müştərini məmnun edə bilirmi, o nəticə hasil olurmu, o nəticəyə toxuna bilirmi, biz onu yerində də müşahidə edirik. Ən riskli məsələ tərəfi ROI-dir. Hətta mən keçən dəfə bir məqalədə oxudum. Deməli, ROI-dən sonra da yeni bir mərhələ çıxıb. ROI artıq qalır arxa planda. ROI, yəni Return on Expectation, gözləntilərin. Məsələn, biznes nə gözləyir? Tutaq ki, biz əməkdaşa müştəri məmnuniyyəti təlimi verdik. Əməkdaş müştərini çox yaxşı məmnun edir. Amma bu şirkətə lazımdır yoxsa yox? Ən kritik suallardan biri budur. Və bugün Return on Expectation-ın ölçülməsi hansı ki, ROI-dən daha dəyərlidir. Bu birbaşa biznes nəticələrinə təsir göstərir. Yəni, bizim birinci mərhələdə verdiyimiz təlim hansı ki, əməkdaş dedi ki, bəyəndim. O bəyəndim yetərli deyil. İşə yaradımı biznes nə deyir? Biz biznes tərəfdən baxırıq ki, biznesdə bəyəndim deyilmi ona? Biznesdə deyilmi ki, bu mənim gəlirimi artırdı, satışıma təsir etdi, bəli. Orası çox önəmli. Yəni, biznes nə gözləyir təlimdən? Bax, məsələ odur. HR nə gözləyir, təlim inkişaf nə gözləyir? Yox, daha çox biznes nə gözləyir? O konsept, o kontekstdən yanaşmaq lazımdır məsələyə. Çox sağ olun belə detallı məlumat üçün. Mən istəyərdim sizin bir HR, yəqin ki, belə deyək, siz işə qəbul edərkən yeni əməkdaşları, onların sənədlərinə, diplomlarına fikir verirsiniz və son, belə deyək, trendlərdən biri də öyrənmə çevikliyidir. Learning agility deyirlər. Yəni ki, bir əməkdaşın, potensial əməkdaşın, belə deyək, müraciət edən namizədin siz diplomlarına mı baxırsınız, yoxsa onun öyrənmə qabiliyyətinə, yəni nə qədər çox bilir, yox, yeni bir şeyi nə qədər tez öyrənə bilir deyə qabiliyyətinə baxırsınız və bu nə dərəcədə bugün bizim üçün faydalıdır. Bildiyim qədər dünya artıq təcrübəsində proqnozlaşdırılıb ki, gələcəkdə diplomlar o qədər də nüfuzlu sayılmayacaq, təkcə diplomla kifayətlənməyəcəklər. Mütləqdir ki, onların soft skillslərində baxılacaq namizədlərin və
hətta onların təcrübəsi, yumşaq bacarıqları diplomların belə üstünə gələcək və ən əsası da onların öyrənmə çevikliyi bacarığı. Siz bəs Azərbaycanın reallığını götürəndə, sizcə Azərbaycanda bu kimi üstünlük, diplomun üzərindən təcrübə, diplomun üzərindən misal üçün yumşaq bacarıq, öyrənmə çevikliyi bacarığı mümkündürmü? Çox sağ olun. Bu sual da çox maraqlı sualdır. Könül istərdi ki, öyrənmə həvəsi, öyrənmə maraqlı olan insanları işə götürək. Ancaq bu sadəcə bir polyanacılıq olardı ki, biz elə insanları işə götürək və çox yaxşı işə götürən imicini qazanaq. Bu yanaşma düşünürəm ki, biraz natamam yanaşmadır. Doğru olan nədən ibarətdir? Bizə görə. Mən Veysoğlu tərəfdən bu fikirlərimi tamamlayım. Ümumiyyətlə, diplomun keçərli olduğu sahələr var, öyrənmə çevikliyinin keçərli olduğu sahələr var. Məsələn, hüquq, tibb və ya mühəndislik, müəllim. Burada mütləq diplom lazımdır. Məsələn, bir hüquqşünası işə götürərkən, əgər onun öyrənmə çevikliyini nəzərə alıb götürsək, onun biliyini ölçməsək, sabah şirkət ciddi şəkildə, belə deyim, hər hansı bir problemlə üzləşə bilər. Öz hüquqi məsələlərini həll etməmiş olar və ya hüquqi mübahisələr yarımçıq qalmış olar. Burada çox önəmlidir. Ancaq bir liderlik yanaşması götürsək, biz hər hansı bir komandayı lider seçiriksə, orada mütləqdir ki, öyrənmə çevikliyi olsun. Yəni, son 6 ayda ən azı 2-3 bacarıq qazanıbmı, yeni vərdişlər əldə edibmi, öz səriştəsini inkişaf elətdiribmi? Məsələn, satış və marketingdə də belədir. Tutaq ki, satış və marketingdə alətlər sürəkli dəyişir. Məsələn, bugün tətbiq etdiyin alət artıq sabah sənin üçün yararsız hala gələ bilir. Satışda, marketingdə çox önəmlidir ki, biz öyrənmə çevikliyinə baxaq. Tutaq ki, belə bir misal verək. Məsələn, mən çox maraqlıdır mənə sizin özünüzün də cavabı. Tutaq ki, qızıl diplomla universiteti bitirmiş bir əməkdaş var, 5 ildir bir sahədə çalışır və bu 5 il ərzində heç bir bacarıq yeniləməsi etməyir. Amma bir insan gəlir qarşınıza, son 6 ayda fərqli kurslara gedib, yeni bacarıqlar əldə edib və bu adam sizin şirkətə öz qatqısını nələr verə biləcəyini ifadə edir və sizdə nələr qazanacağını da söyləmiş olur. Hansı kadrı seçərik? Mən bu məsələdə sizin özünüzü, ağamda misal gətirəcəm. Bunu ilk dəfə burada söyləyirəm. Sizin özünüzə də belə. Biz yadınıza gəlir ki, sizi necə tanış olmuşuq, xatırlayırdıq. Hasan İnnovasiya İnkişaf Mərkəzində tez-tez açıq qapı layihələr olurdu. Fərqli ekspertlər dəvət olunurdu. Fərqli layihələrimiz olurdu bizim, bilirsiniz, peşəkar 100 ildən də tanıyırıq bir-birimizi. Və biz hər zaman deyirdik ki, Ağaməd bəy o qədər üzərində inkişaf eləyir ki, hər bir mövzularda ön cərgəmizdə bütün sosial mövzular olsun, işgüzar mövzular olsun. Ağaməd mütləq vaxt tapıb, gəlib üzərində işləmək. Sizin də indi öz təcrübəniz var. Hər zaman paylaşmışsınız fikirlərinizlə. Həm öyrətmişsiniz, həm öyrənməyə açıq olmusunuz. Və kənar üçüncü şəxs baxışına baxsaq, mən deyərdim ki, həqiqətən də bu çox dəyərli görsənir ki, bir insan öz üzərində təcrübəsindən, yəni ki, yaşından, savadından asılı olmayaraq hər zaman işləmək istəyir, trenddə olmaq istəyir, işgüzar gündəmi tanımaq istəyir və bacarıqlarını artırmaq istəyir. Və razıyam sizinlə ki, bəli, əlbəttə, bir yerdə sadəcə diplomla kifayətlənib, heç bir yenilənmə, güncəllənmə elməyən insan təbii ki, istər-istəməz rəqabətdə uduzacaq. Amma diplom da önəmlidir düşünürəm. Çünki diplomun da bəzi diplomlar var ki, onun alınması bir insanın disiplin göstəricisidir ki, bilirsən ki, bu diplom alıbsa 100% onun bir disiplini var. Mütləq ki, bir vaxtın idarə edilməsi var. Çünki zamanında, misal üçün, ona disiplini və vaxt ayırıbdır və eyni zamanda təbii ki, hard skillslərdən danışırıq, texniki bir bacarıqları var. Diplomu da yəni keçirmək istəməzdim. Amma bunlar ikisi bir yerdə olanda çox gözəl sinerji eləyir. Mən çağırış edirəm ki, hər zaman həm öz soft skillslərimizin, yumşaq bacarıqlarımızın üzərində işləyək, həm də ki, elə texniki bacarıqlarımızın üzərində işləyək. Mən istəyərdim, elə bu təlimlərlə bağlı da danışırıq. İstəyirəm sizin də fikrinizi alım. Siz bizim davamlı iştirakçılarımızdansınız, bizim fəaliyyətimizə yaxından tanıyan bir vətəndaşımızsınız. Sizcə, misal üçün, AYM kimi mərkəzlərin, indi AYM üzərindən misal gətirirəm, sertifikat proqramlarının, misal üçün, bir işçinin özünə inamına, peşəkar kimliyinə, identitesinə necə təsir edir? Sertifikatlaşma üçün vaxt itirməyə dəyərmi? Çox sağ olun. Bu, biraz öncəki mövzu ilə bağlı bir yekun fikrini bildirmək istəyirəm. Diplom sözsüz ki, fundamental biliklərin bir təsdiqidir. Yəni, bir insan əgər bir diplom təqdim edirsə, bu onun
intervyuya giriş biletidir bir mənada. Yəni girib orada özünü nümayiş etdirməlidir. Burada tələb oluna bilər öyrənmə çevikliyi, burada tələb oluna bilər vaxtın idarə olunması, burada tələb oluna bilər onun vəzifəsinə uyğun olaraq da stresin idarə olunmağı, burada tələb oluna bilər danışıqların aparılması. Əgər diplom bizə deyirsə ki, sən bir adım içəri keçdin, artıq ondan sonra qeyd etdiyiniz soft skills məsələsi önəmli rol oynayır. Burada bizi izləyən tələbələr varsa, ümumiyyətlə gənc əməkdaşlar varsa, tövsiyəm odur ki, bu cür bilikləri qazanarkən bunu dəstəkləyən və sizin də qeyd etdiyiniz yumşaq bacarıqlar da mütləq qazanılsın. Yəni, bugün şirkətlər texniki biliklərlə doymuş əməkdaşlarla sürətli sağollaşır. Yəni, texniki biliklər bəzən o IQ səviyyəsinin yüksək olması gətirir yumşaq bacarıqlara, hansı ki, məsələn, emosional zəka da bunlardan biridir. O olmadığı zaman sən IQ-nu yanlış istifadə edirsən. EQ səviyyəsi əgər artmırsa, IQ səviyyəsi artırsa, o zaman sən insanların hisslərini, emosiyalarını və öz hiss emosiyalarını idarə edə bilmirsən. Belə bir adamda sürətli reputasiya itirir. Yəni, IQ çox yüksəkdir, ancaq insanlarla düzgün rəftar edə bilmir, şirkət dəyərlərinə uyğunlaşmır, etik qaydaları pozur. Bu da artıq gətirir onun IQ məsələsini kölgədə saxlayır. Gələk sualınıza, Asan İnnovativ İnkişaf Mərkəzi, bəli, mən sizin bir çox tədbir və təlimlərinizdə olmuşam. Eyni zamanda müəyyən əməkdaşlıqlarımız oldu. Doğrudan da həm Azərbaycanda, həm də dünyada, ümumiyyətlə, yaxın ölkələrdə, həm Rusiyadan, həm Türkiyədən ekspertlərin əlçatanlığını təmin edirsiniz. Bu da çox yüksək bir qatqıdır. Bugün Azərbaycanda öyrənmə bazarına qatdığımız bir məsələdir. Eyni zamanda bir çox məzmunlarınız var ki, bunlar unikaldır. Məsələn, insan resursları sahəsində bir çox təlimləriniz var. Həm orada AI-yi birləşdirirsiniz, həm orada öyrənməyə fərqli bir baxış gətirirsiniz və çox yaxşı ekspertlər dəvət edirsiniz. Hətta sizin kofe söhbətləriniz də var ki, hansı ki, orada əməkdaşlar, şirkət əməkdaşları həm bir-birinin network qura bilir. Bəli, çox dəyərlidir bizim çox tanış olur. Həm də bəli, şirkətlər arasında növbəti dəfədə müəyyən bilgi mübadiləsində, eyni zamanda müxtəlif əməkdaşlıqlarda faydalı olur. Yəni, siz özünüz fərqində olmadan çox yaxşı toxum əkirsiniz və düşünürəm ki, bu toxumun meyvələrini gələcəkdə yığacaqsınız. Yəni, mən çox məmnunam sizin müxtəlif təlimlərinizdə, tədbirlərinizdə iştirakdan və orada həm kontentin, həm ekspertlərin yüksək səviyyədə olması və onları Azərbaycan bazarına gətirməyiniz düşünürəm ki, bu qədri qiyməti bilinəcək bir məsələdir. Çox sağ olun. Təşəkkür edirəm Səğamət bəy. İstəyirdim bir AI ilə bağlı da bir sualımıza toxunaq. Çünki bilirsiniz də, yəni müasir inkişafdan danışarkən, müasir trendlərdən danışarkən AI-dan qaçmaq mümkün deyil. Mütləqdir ki, AI bizim təlim sektoruna toxunur. Öyrənmə mədəniyyətinin formalaşmasına da müəyyən qədər bir alət kimi təsir edir. LMS çox məşhurdur. LMS üzərindən təlimlərin keçirilməsi. Amma bu nə qədər effektivdir? Mən özümdən deyim, mənim üçün insan enerjisi çox önəmlidir. Mən enerji insanıyam, amma hər kəs də mənim kimi düşünməyə bilər. İnsan da var ki, pragmatikdir və ona sadəcə olaraq rasional düşünür, məlumatı götürüm və qısa müddətə yekunlaşdırım, yerimdə oturduğum halda LMS-dən qoşulum, hər hansı videoya baxım, məlumatı götürüm, qeydlərimi aparım və yekunlaşdırım. Sizcə LMS-in belə deyək, bizim elə Azərbaycandan danışalım, dünyada və Azərbaycan realını götürsək, LMS-in faydalılığı həqiqətən də yüksəkdirmi? Və yaxud LMS-in maraq yüksəkdirmi? Səhv etmirəmsə, sizin təcrübənizdə olub LMS-ni işləmək. Bizim təcrübəmizdə AI təlimçilərdən danışaq, deyirlər ki, gələcəkdə AI təlimçilər olacaq, insan faktoruna ehtiyac olmayacaq təlimlərin deyilməsində. Sizin fikrinizi almaq istəyərdim bu məsələ ilə bağlı. Çox sağ olun. Adətən LMS platformaları bir arxiv rolu oynayır. Yəni, siz ora müxtəlif məlumatlar yüklüyürsünüz, videolar yüklüyürsünüz və insanlar oradan istifadə edərək müəyyən bir bilik artımı edir. Ancaq reallıq nəyə göstərir? Əmək bazarında insanlar, çalışan insanlarımız daha çox maraqlı sertifikat almalıdır. Və bu sertifikatda dünyanın müxtəlif onlayn öyrənmə platformalarında, məsələn, adını çəkə bilərik, YDX olsun, Harvard School olsun və s. Buralardan alınan sertifikatları insanlar çox dəyərli hesab edir və bunun sayəsində öyrənməyə bir maraq cəlb edir. Ancaq LMS platformaları, ona daxil olunan hər hansı bir məlumatlar insanlara sertifikat vermir. Gəlin etiraf edək ki, öyrənməni aktivləşdirən və motivasiya edən məsələlərdən bir sertifikatdır. Çünki şirkətlərin özləri
işçilərdə bu sertifikatı tələb edir. Bu karyera inkişafına da Bizim xalqımız sevir sertifikatı kağızları. Bizdə də məsəl üçün mərkəzimizdə bəzən mövzular çox maraqlı olur, amma insanlar birinci sual verirlər ki, sertifikat verirsiniz misal üçün. Əgər deyəndə ki, verilmir, sadəcə bu ustad dərsidir, master klassdır, bilirsiniz ki, sertifikatı almağın özünün şərtləri var, sertifikat paylanmır. 2 saatlıq sadəcə bir ustad dərsində sertifikat verilməz, amma görürsən ki, insanlar ona vaxt itirmək istəmirlər sanki sertifikat olmadığı ya da bu mədəniyyət bizim insanlarda olduğunu düşünsək, bəli, razıyam. LMS-dən istifadə etmək vaxt itkisi gəlir onlara. Bəli, həm vaxt itkisi kimi gəlir, həm də əməkdaşlar öyrəndiklərini nümayiş etdirməsi. Bugün LinkedIn platforması var və insanlar orada öz sertifikatlarını, qazandığı bacarıqları paylaşmaq istəyir. Öyrənmə LMS platformaları bu imkanı çox da vermir. Şirkətlər adətən daxili sertifikatla onları təmin edir. Bu da əməkdaşlara çox cazib gəlmir sözün açığı. O baxımdan LMS artıq hələ ki Azərbaycanda o yüksək səviyyədə deyil ki, insanlar LMS platformalarından aktiv istifadə etsin. Daha çox nə iş görür? Yəni, rutin işləri oraya ötürmək mümkün olur. Səfər təlimləri qeyd elədim, onboarding təlimləri və ya əsas giriş təlimləri, hansı ki, bunlar instruction mahiyyəti daşıyır. Bu təlimlər oraya yüklənərək, orada əməkdaş onu tamamlayır və kiçik bir imtahanda da iştirak edir, yekunlaşdırır. Nəticə aydın olur. Ancaq digər istiqamətdə biz onları heç vaxt görmürük ki, onlar onu aktiv istifadə eləsinlər şirkətlərdə. Biz Talant LMS-dən veysel olaraq əməkdaşlıq etmişdik və Talant LMS-də yalnız özümüz məlumat yükləyirik. Həm podkastları, həm video materialları, həm PDF-lər. Yəni, biz o effekti ala bilmədik. Əməkdaşlar maraqlı olmadı iştirak edir. Ancaq biz hal-hazırda Udemy ilə çalışırıq və orada 30 nəfərlik userımız var. Həmin Udemy-dən çox aktiv istifadə edir insanlar. Hətta biz aylıq 500-600 saata çatırıq. Bu müqayisəni nə üçün edirəm? Bu müqayisə son 3 ilin müqayisəsidir. İnsanlar Coursera-ya və Udemy-yə maraq göstərir, amma LMS platformalarına maraq göstərir. Demək, onda Ağaməd bu aktiv öyrənmənin qarşısında olur. Məsələ texnologiya deyil də, onda məsələ insan enerjisinin ötürülməsi deyil, məsələ sadəcə sertifikatdır. Onda biz düşünə bilərik ki, əslində bu texnoloji üsullar, alətlər təlimdə effektivdir. Sadəcə olaraq sertifikat verilmədiyi halda effektiv olmur, amma sertifikat verildiyi halda insanlar bəli, sabahların real təlimləri, onlayn təlimlərə və yaxud da ki, video təlimlərinə dəyişməyi seçə bilərlər. Onda elə çıxır ki, təlimçilər real təlim belə deyək, görüşləri, metodları, formatları onlayn olaraq deyil, yəni offline olaraq zəifləyəcək. Mən belə ifadə edə bilərəm ki, bugün Azərbaycanda onlayn öyrənmə platformaları fəaliyyətə başladı bir neçəsi və onlar çox da populyarlaşa bilmədi. Hətta insanlar istifadə etmədilər. Azərbaycanda xarici platformalara, xarici öyrənmə platformalarına müraciət yaxşıdır. Amma yerli videoların, yerli materialların hazırlanması düşünürəm ki, yaxın 10 illikdə hələ də aktiv olmayacaq. Yəni, əməkdaşlara Azərbaycanın yerli videoları çəkilsin və o təlimlər Azərbaycan bazarında satışa çıxarılsın. Bu yaxın 10 illikdə mən gözləmirəm şəxsən bir mütəxəssis olaraq. Amma nəyi düşünürəm? İnsanlar eyni auditoriyada olub, eyni ab-havanı, eyni emosiyanı alıb, orada müzakirələrə qoşulmağı, təlimçi ilə üz-üzə olub, canlı suallarını verməyin tərəfdarıdır. Və bu təlimlər, hələ ki sinif təlimləri, auditoriya təlimləri qalacaq, amma məzmun dəyişəcək. Yəni, orada həm əyləncəli təlimlərin keçirilməsi, oyunlaşdırma strategiyalarından istifadə, eyni zamanda real кейslər üzərindən, hətta artıq təlimçi termini ortadan qalxır, fasilitator olur. Yəni, fasilitator bir sual ünvanlayır, sən artıq onu saatlarca müzakirə edirsən. Artıq biz gəlib o səviyyəyə çıxmışıq. Ona görə şirkətlər özləri öz daxilində bilik bölüşümünü elə artırmalıdır ki, onlar daxildə öz içlərində canlı baş versin. Yəni, onlayn çəkib onları oraya yerləşdirmək həm əlavə xərcləyir, həm zaman alır, həm də insanlar ona maraq göstərmir. Çünki emosiya doğurmur. Biz emosional varlıqlarıq insan olaraq və biz emosiyanı canlı hiss etmək istəyirik. Bunu AI götürə bilmir, LMS-lər götürə bilmir, digərlərdən. Sadəcə AI proqramlarını vurgularız. Bunlar bizə nəyi kömək edir? Məzmun hazırlamağa köməklik göstərir. Məzmunu sürətli hazırlaya bilirik, biz zamandan qazanmış oluruq və ya bizə yaradıcı məzmunlar hazırlamağa kömək edir. Amma yenə orada incə toxunuşlar lazımdır. Bəzən baxırsınız ki, cümlələrdə o duyğuları ala bilmirsiniz. Yəni, bir insanı, məsələn, siz E-yə sual versəniz ki, mən stresliyəm, o sizə stresdən çıxmağın yollarını deyəcək. Amma sizə deməyəcək ki, gəl səni dinləyim, görüm nəyin var, nə dərdin var. Amma bu canlı
və əyani təlimlərdə mümkündür. Və ya birbaşa əməkdaş və rəhbər münasibətində bu mümkündür. Bu əslində biz tərəfdən, misal üçün işimizi həm maraqlı edir, həm də biraz çətinləşdirir. Çünki artıq biz özümüz də Asan İnnovasiya İnkişaf Mərkəzi olaraq heç vaxt həmişə çalışırıq ki, təlimlərimizin özü interaktiv o qədər olsun ki, yəni bəzi bizim təlimlərimiz var ki, heç onlayn effektiv deyil, misal üçün. Bəli, sizin bildiyiniz kimi mövzular var ki, bəli, onu informasiya ötürmə xarakterlidir. Onlayn case studieslər ən pis ehtimal. Ona görə də biz yeni alətləri də tətbiq edəndə, mərkəzimizdə təlimlərimizə əlavə edəndə baxırıq ki, insanlar o qədər acdılar interaktivliyə, o qədər acdılar ki, o fasilitator siz dediyiniz kimi prosesin içində öyrənməyə, oturub sadəcə dinləməyə maraqlı deyirlər, amma çox böyük həvəslə də engage olur, yəni çox böyük həvəslə də qoşulurlar o prosesin içinə. Əgər orada hərəkət varsa, orada misal üçün oyunlar varsa və hətta deyirlər ki, misal üçün oyunlar bizim misal üçün bir Lego Series Play, bilmirəm siz olmuşsunuz yoxsa yox, bizim həmin o workshopumuzda məsələn çox maraqlı idi ki, böyük insanlar, rəhbər şəxslərə qədər hər biri o qədər həvəslə o Lego daşlarla işləyirdilər ki, onlar heç fərqinə də varmadılar ki, əvvəldən sona qədər bir təlim keçiblər. Sadəcə olaraq komandaya bölürdülər və o oyunun içində, o prosesin içində axırda bir insight olurdular. Axırda fərqindəlik yaşayırdılar ki, bu nə qatdı olaraq, bu proseslər əslində nə üçün idi və nə qədər bizə daha sonra sorğular gəldi ki, bu kimi alətlərdən, məsəl üçün bizim Points of View alətimiz var, hardakı yenə də tamamilə fərqli formatdadır, kartlarla iştirakçı qoşulur prosesə və mövzunun içində axırda bir fərqindəlik yaşayır ki, özü danışdıqca, özünü ifadə edir, Points of View kartları necədir? Məsəl üçün, kartlar açılır, iştirakçı o karta baxanda mövzu ilə bağlı öz münasibətini necə əlaqələndirirsə, onu da danışır və danışdıqca sualdan cavab, cavabdan sual çıxır və axırda bir coaching sessiyası kimi başa düşür ki, nə aparacaq buradan. Və onu demək istəyirəm ki, bəli, mən inanıram ki, eləmək çox faydalıdır. Hər hansı bir onlayn mütləqdir ki, onlayn tədbirlər də olmalıdır. Bizim süni intellekt savadlılığı tədbirlərimiz misal üçün həm onlayn, həm offlaynda workshop olduğu üçün baxırıq ki, məcburuq əlçatanlıq üçün onlayn imkanlardan da yəni ki, imkanlar yaradaq bizim auditoriyamıza. Çünki regionlardan çox müraciətlər olur bizə. Və düşürük ki, müəyyən bir səyyar xidmət göstərsək də bir yerdən sonra bu onlaynlar qaçılmazdır və yaxşı ki, onlar da var. Belə bir sistem. Amma eyni zamanda da biz siz dediyiniz kimi emosional varlıqlarıq, sosium içində yaşayırıq və mütləqdir ki, bizim o enerji mübadiləsinə ehtiyacımızdır. Mən inanıram ki, təlim anlayışı nə qədər çox inkişaf eləsə də, nə qədər çox süni zəka ilə deyərlər, genişləndirilsə də, amma yenə də əsas özəyi insan varlığıdır və o heç vaxt itməyəcək. Sadəcə olaraq, bəli, metodlar dəyişəcək, inkişaf etmək məcburiyyətindəyik, trendləri izləmək məcburiyyətindəyik, dünya təcrübəsindən faydalanmaq məcburiyyətimiz. Məsələn, biz onun üçün bayaq deyirsiniz, ekspertlər dəvət edirik hər dəfəsində. Legonun özü Danimarkadan çağırılmışdı. Bilirsiniz, Legonun mərkəzi də Danimarkadır. Misal üçün, Türkiyədən çox tez-tez bizim ekspertlərimiz gəlir. Hətta yaxın keçmişdə Yaponiyanı danışırdıq ki, oradakı ekspertlərdən kimi cəlb eləyə bilərik. Bəzi maraqlı mövzuları, onların da təcrübəsini paylaşmaq üçün bizim auditoriyamıza. Və təbii ki, Ağaməd müəllim, bizim işimiz bir saatla təsvir edilib bitməz. Nə qədər çox istəsək də məlumat ötürək, paylaşaq. Bizim də vaxtımızın bir limiti var. Təəssüf ki, artıq yekunlaşdırmalı oluruq. Amma mən sizə minnətdaram ki, siz bu dəyərli bir saatınızı, nahar fasiləsinizi bizimlə paylaşdınız. Öz təcrübənizi bölüşdünüz. Veysel oğlu təcrübəsi çox dəyərlidir. Çünki sizə kənarda da bildirmişdim. Sizin bir çox əməkdaşlarınız, həmkarlarınızla bizim ortaq layihələrdə görüşlərimiz olur və həqiqətən də baxıram ki, dediyiniz qədər də varsınız. Sadəcə yəni ki, sözdə deyil bütün bu dedikləriniz, bu dəyərlər özünü prosesin içində də yəni ki, göstərir. Sizə uğurlar arzu edirəm. Daim inkişafda olasınız. Sizi mərkəzlərində gözləyirik, sevə-sevə. İnşallah əməkdaşlıqlarımız bol olar. Minnətdarım. Mən də arzulayıram ki, bu sahənin əməkdaşları təşkilatları öyrənən təşkilata çevirsinlər. Yəni, şirkətin hər bir funksiyası, hər bir şöbəsi, bölməsi, hər bir insanı
öyrənməyə maraqlı olsun. Şirkətlərdə bir tərəfi yüksəyə qaldırır və digər tərəfi təlimsiz saxlamaq yenə şirkət daxilində sinerjini və koordinasiyanı pozur. Lazımdır ki, şirkətlərdə öyrənməni favoritizmə çevirmədən hər bir şəxsi, hər bir şöbəni, ümumiyyətlə strukturu, funksiyanı gücləndirmək və birlikdə sinerji yaratmaq və öyrənən təşkilatı öyrənmədən öyrənən təşkilata keçə bilsək, artıq biz biliyi bir kapitala çevirmiş oluruq. Əks halda bilik sadəcə tətbiq olunub, nəticə alınan bir sərmayə çevrilir. Amma biz biliyi şirkətdə qalıcı hala çevirmək və onu gələcəkdəki insanlara, şirkətə gələcək insanlara ötürmək istəyiriksə, mütləq öyrənən təşkilat olmalıyıq ki, bir-birimizdən daha çox öyrənək. Mən də dəvətə görə sizə təşəkkür edirəm. Ümidvaram ki, faydalı müzakirəmiz oldu. Çox sağ olun Ağaməd bəy. İnşallah növbəti görüşlərimizdə, maraqlı layihələrimizdə sizi görməkdən çox şad olaraq. Təkrar sizə minnətdaram. Mən də şadam. Çox sağ olun. Çox sağ olun.